ayaq soyuq yerə bir təmas etdiyi zaman uşaq tez-tez sidiyə gedirsə, bu bir xəstəlikdirmi? Deyil. Daim bu şeylər olur və uşağın şikayətləri var deyildiyi zaman bu araşdırılır və görülür ki, həqiqətən belə bir şey var. Hər vaxtınız xeyir, YouTube kanalında hər birinizi xoş gördük. Uşaqlarda uroloji problemlərdən danışıram və YouTube kanalımıza girib baxsanız, orada uşaq urologiyası, xüsusilə bunu qeyd edim ki, və uşaq cərrahiyyəsi ilə bağlı demək olar ki, sizləri maraqlandıran və sırf valideynlərin yazdığı suallar üzərindən paylaşdığım təqribən 100-ün üzərində video var və burada bütün suallarınıza deyərəm ki, cavab tapa bilərsiniz. Cavab tapa bilmədiyiniz suallar isə səhifəmizə yazdığınız zaman cavablandıra bilirik. Öncə bunu qeyd etmək istəyirəm. Digər bir məsələ, yəni YouTube videolarımı hər zaman mənə gələn suallar üzərindən çəkirik. Bilinən bir şeydir əslində. Bu sualı nənələr, analar daha çox verirlər və bilirlər ki, doktor, uşaq ayaqyalın gəzdi, sistit oldu. Soyuq bir yerdə gəzdi, tez-tez sidiyə getməyə başladı. Yaxud da hava soyuq olan bir yerə getdi, uşaq sistit oldu. Yəni, soyuqla sistit arasındakı əlaqə. İnfeksiya baxımından bir əlaqə yoxdur. Amma valideyn haqlıdırmı? Haqlıdır. Yəni, valideynin birinin görüşü yanlış ola bilər, ikisinin görüşü yanlış ola bilər. Təbii ki, bu haqda mən araşdırmışam, yəni kitabı olaraq da, sosial olaraq da və bunu bir araşdırma halına gətiriblər əslində. Yəni, valideynlərin birinin verdiyi sual üzərindən tamam bu psixolojikdir, ya da valideyn həssas yanaşır deyə bilərik, amma daim bu şeylər olur və uşağın şikayətləri var deyildiyi zaman bu araşdırılır və görülür ki, həqiqətən belə bir şey var. Bəs bu necə baş verir? Əslində sidik kisəsi ilə, yəni sinirsel olaraq, yəni sinir sistemi ilə istər dəri, istər ayaqdakı simpatik sinir sisteminin aktivləşməsi nəticəsində oyanan reseptorlar əlaqəli çalışırlar. Və cold activity dediyimiz, yəni soyuqdan aktivlənən bir detrusor aktivliyi var. Yəni sidik kisəsi içərisində bir əzələ var. O əzələ yığıldığı zaman insan sidiyə gedir və bilimsel olaraq da bilirik ki, təsdiqlənmiş bir şeydir ki, soyuq hava əzələnin yığılmasını, rigiditəsini artırır, yəni detrusor əzələsinə təsir edə bilir. Və xüsusilə ayaq soyuq yerə təmas etdiyi zaman bu ehtimal daha da artır. Ona görə bu bir xəstəlikdirmi? Deyil. Amma təbii ki, ayaq soyuq yerə bir təmas etdiyi zaman uşaq tez-tez sidiyə gedirsə, bu fiziolojik bir haldır. Amma valideynlər bunu sistit kimi dəyərləndirir. Təbii ki, sidik analizi verirlər, bir şey çıxmır zaten. Amma bunun soyuqla əlaqəli olduğunu deyirlər və burada haqlıdırlar. Müalicə etdiyimiz zaman sadəcə adətən isti vannalarla və sadəcə bəzi hallarda non-steroid müalicə verməklə 3-5 gün müddətində şikayətlər keçir. Bir də vardır ki, həqiqi sistit, yəni sistit dediyimiz problem sidik kisəsinin iltihabıdır. Bilirik ki, bu bakteriyalar, viruslar, göbələklər, bəzi parazitlər, allergik səbəblər, bəzi allergenlər və bəzi dərman preparatlarından sonra kimyəvi dərman maddələrinə qarşı sistitlər yarana bilər. Bu ayrı bir məsələdir, ayrı bir qrupdur. Amma mənim dediyim o valideynlərin verdiyi sual üzərindəndir ki, burada qorxmanıza gərək yoxdur. Əgər sidik analizi təmizdirsə, sadə isti çiməcəyi temperaturdakı vannalara oturmaqla 3-4 gün içərisində bu şikayətlərin tamamən keçdiyini görəcəksiniz. Diqqətinizə görə təşəkkür edirəm və YouTube kanalımıza abunə olmanızı xahiş edirəm. Bu sizin bizim videolarımızı izləmənizə köməkçi olacaq. Təşəkkürlər.